Ünvanı bəsri sənə birinci göstərişim budur. 1. Hər şey dünyada Allahın mülküdür. El-mulku lillah. Mülk Allahındır. Mulkus semavati vel ardı. Allah yerlərin və göyün malikidir. Ünvanı bəsri. Bizə aid ünvanı bəsri. Əlində hər nemət var. Ata, ana, bacı, qardaş, əhli, əyan, qonşu, dost, maşın, ev. Nə nemət ki, mülk bilirsən özü. Heç Allah üçün də bilməsən, özü üçün bilirsən. Mənimdir, ev yoxdur. Sən mənim qəbul elə. Mənim də desin, yenə də bil ki, bu kimindir? Bu Allahındır. Bizim ən böyük problemimiz buradadır. Biz əlimizdə olan bütün nemətin hamısını özümüzdən bilirik. Bədbəxtliyimiz buradadır. Əgər əlimizdə olan bütün neməti Allahdan bilsək, səhər əlimizdən çıxsa nigaran olmarıq.